3 yaşında uşaq olub ki, atası gedib danışmışdı, artıq demək, xəstəxanada əməliyyat günü təyin olunmuşdu. Amma anası gizli, xalası ilə bərabər gəlmişdilər ki, 10 gün vaxt var, gör 10 günə nəsə eləyək, uşaq əməliyyata getməsin. 10 gün ərzində mən də verdim bitkiləri, 3 yaşı tamam deyildi. Verdik, getdilər ultrasəs müayinəsinə, 10 gün ərimişdi daşı da, əməliyyata getmədilər. Balacan. Bəli, balacan. Yəni, kiçik yaşlara daha tez təsir, amma burada mütləq dozalara fikir vermək lazımdır. Bəli. Çünki təzyiqi salan bitkilər var, onları nəzərə almaq lazımdır. Mən elə bitki verəndə deyirəm, balla verin, çox vaxt. Bilirəm də hansı bitkini qoyuram. Uşağın xəstəliklərini nəzərə almaq lazımdır və əsasda dozanı, nə qədər içməlidir, neçə xörək qaşığı, yəni bitkini də yığanda dozalara dəqiq baxmaq lazımdır. Qatır quyruğu bitkisi qələvi mühit yaradır. Yəni, bax, qatır quyruğu bitkisi urat mənşəli, yəni sidik turşusunun daşlarını əritmək xüsusiyyətinə malikdir. Niyə görə? Onun tərkibində çoxlu miqdarda silisium turşusunun duzları var. Və bu silisium turşusunun duzu sidikdə bir kolloid mühit yaradır və uratların çökməsinin qarşısını alır. Yəni, orada uratlar çökə bilmirlər. Ona görə urat daşlarının müalicəsində, ərinməsində qatır quyruğundan istifadə etmək lazımdır.